Ayənin 4-cü mənası nədir? Hökmdür. Sübut Bəqərə 106. Ayənin 5-ci mənası ayə, yəni peyğəmbərlər və ilahi övliyalar. Ayətullah nədir? Hədisi var Bəhərlanvarda ki, alimlər ayətullahdır. Allahın bir əlamətidir. Necə yəni müşahid ayəmiz var da? Yusuf 7-ci adə. Laqad kana fi Yusuf və ixvətihi, Yusuf və onun qardaşlarında ayətun. Nədir ayət? Lissailin. Bu soruşanlar üçün bir ibrətlər var burada. Yəni Yusuf bilir ki, peyğəmbərdir. Peyğəmbər ilahi ayətdir, ayətullahdır. Onun qardaşları ki, peyğəmbər deyirlər və eləmişlər xəyanət Yusufa qarşı. Deyir ki, Yusuf və onun qardaşlarında belə bir ibrətlər var. Ayətlər var, ayətlər. Yəni hər hansı bir ibrət mənasında peyğəmbərlər və övliyalar bu şəxslərdə. Soruşanlarda nə var? Soruşanlar üçün ibrətlər var. İbrət barəsində əlavə mən bir şey deyim. Əlavə ayə 5-dir də bu. 7 məna olsun. Çünki burada 5-də peyğəmbərlər və ilahi övliya deyir. Amma tərcümədə ibrət yazır. İbrət ünvanı mən bir başqa dəlil deyim. Yunus 92, Hud 103. Deməli Yunus 92 baxa bilərsiniz. Orada ayə mənası ibrət deməkdir. Və bir də Hud 103-də Allah deyir ki, deməli Hud 103 bəli. Hud 103. Allah deyir ki, şübhəsiz bunda, bu məsələlərdə axirət əzabından qorxan hər kəs üçün bir ibrət vardır, bir dəlil vardır. Bu da bir məna, deməli, ayə sözünün 5-ci mənası oldu ibrət. Ayələrimiz, deməli, Yusuf 7, Hud 103, Yunus 92. Bu 5. İbrət. Deməli, 6-cı məna burada yoxdur. Mən onu deyim sizə. Mənası dəlildir. Sübut. Ayə, yəni sübut. Məsələn, Bəqərə 145 və Bəqərə 248-ci ayələrdə bir dənə məna deyiblər. Bu baxımdan kitabda yoxdur. Daha doğrusu Quranda yoxdur. Deyirlər ki, ərəblərin sözüdür. Ayə, yəni cəmaat mənasında. Bu kitabda yoxdur. Mən hətta baxdım nə qədər ki, bu barədə ayə yoxdur. Yəni ayənin cəmaat mənasında olması Quran-Kərimdə yoxdur, amma ərəblərdə var. Deyirlər ki, xaracəl qavm bi ayətihim. Ləm yəd'u fira'əhum şey'ə. Deyir, bu cümlədə ayə sözünün mənası cəmaat deməkdir. Xaracəl qavm tayfa xaric oldu bi ayətihim ayələri ilə, yəni cəmaatla. Tayfa, cəmaat hamısı bir yerdə xaric oldu. Bu deməli 5-i dedik, 6, 7-ci məna qeyd edək. 7-ci məna və 5 məna burada dedik. 6 dəlil oldu. 6 dəlil. 10 dəqiqə qalıb vaxta. Başqa mənasını qeyd edin. Burada deməli yoxdur Quranda, amma ərəblərdə belə bir söz var ki, ayə sözünün mənası təəccüblü iş. Ayə, yəni təəccüblü bir hər hansı bir əməl, iş mənasındadır. Məsələn, deyirlər ki, fulanun, hər hansı filan kəs ayətun fi kəza. Filan kəs bu məsələdə təəccüblü insandır. Orada ayə sözünün mənası istifadə olunur. Nə mənada? Təəccüblü iş mənasında. Bu 6-7 məna deməli oldu bu ayə sözünün Quranda olan mənası barəsində. Mərhum Ələmə Təbətabai, Allah ruşad etsin, deyir ki, möcüzə peyğəmbərin dediklərinin haqq olduğunu və bəşərin ona bənzər bir işi yerinə yetirməkdə aciz olduğunu göstərən bir nişandır. Bu barədə mən dərsini keçmişdim. Kəlam elmində möcüzə nədir? Neçə növ möcüzə var, çox belə yaxşı düşür dərs olmuşdu. Həm kəlamdan, həm Quran elmlərindən bir yığma bir dərs eləmişim, qəşəng çıxmışdı. Allahın köməkliyi ilə, çünki maraqlı bir dərs fakültədir.
Çünki möcüzə həm kəlamda bəhs olunur, həm də bəhs olunur Quran elmlərində. Quran elmində bəhs olunur ki, Quranın fənnidir, Quranın möcüzəli. Kəlamda bəhs olunur, Peyğəmbərin mövzusunda Peyğəmbərin möcüzəsi ünvanında bəhs olunur. Möcüzə yəni ki, aciz eləyən. Təqva və təqərrüb, yəni Allaha qürb, demək qürbət ilə Allah, Allaha yaxınlıq, ilahi hökmlər və vəzifələr sayəsində əldə edildiyində bu hökmlər və vəzifələr bir nişanə, əlamətdir. Yaradılmışlar, Yaradanın varlığından xəbər verdiyinə görə ilahi nişanlardır. Biz məxluqat, biz yaradılmışıq. Bizə baxmaqlıqla xaliqi dərk etmək olur. Bizim özümüz bir ayətullahıq. Leksik mənada, elmi cəhətdən hələ ki biz yoxuq. O mənada dələtimiz yoxdur. Biz hamımız ilahi əlamətik. Allahın bir nişanıyıq. Bizi baxan Allahı anlayır. Ki, məsələn, bu insan necə yananır? Bunun gözü belədir, qulağı belə, əl buradadır. Niyə bura tük yoxdur, bura tük var və s. Rəvayətlərdə var, Quranda aləmimiz var. Əxlaq alimləri, fəlsəfə alimləri, psixoloqlar və hamımız araşdırırlar ki, insan barəsində. Nə deyirlər sonda? İnsan kəşf olunmayan bir məxluqdur. Hələ insan kəşf olunmayıb. Hələ deyirlər, hələ illər keçir üstündən əsrlər, deyirsən, yeni illər ortaya çıxır. İnsanın filan xüsusiyyəti var imiş, filan cəhətləri var imiş, bunun psixologiyasında, bunun yaddaşı filan cəhətlərə malik imiş, qulağında filan funksiya varmış. Yəni, dişində filan funksiya varmış. Hələ insan kəşf olunmayıb. Peyğəmbərlərin və ilahi övliyaların sözləri və əməlləri insanlar Allaha doğru yönəltdiyi üçün onlar da ilahi əzəmətin əlamətləridir. Deməli, bu mövzumuz oldu ayə sözünün leksikoloji, yəni lüğətdə olan mənası və ayə sözünün Quranda olan mənası. Deyir ki, lüğətdə əlamət, nişan mənasında, Quranda isə nişan, möcüzə, məxluqat, hökm, ibrət, dəlil mənaları var. Ərəblərin dilində isə cəmaat mənasında və təəccüblü bir iş mənasında da tərcümə olunur.